Beləcə, bu layihə ilə Azərbaycanda ilkə imza atdı. Sadiq izləyiciləri də sevə-sevə bu konsertə axışdılar. Tamaşaçılar sırasında elə sağlamlığı ilə bağlı elə bir şeylər yaşayan balalarımız var idi. Onlar gəlmişdilər. Mən özümü zar-zor toplayıb ələ aldım ki, onların gülüşünün səbəbi olum, üzlərini güldürə bilim. Bir anlıq onların valideynlərini də özlərini də hər şeydən qopara bilim. Biz də hamımız onu sevirik, uşaqlıqdan izləyirik. O insanı tanıdıqca daha çox sevirsən və onun elədiyi işlərə çox heyranlıqla takib eləyirəm. Həm də ayrıca onu fanatıyam. Ölkəmizin sənət cəmiyyəsində müstəsna yeri olan əzizimiz Dilarə Əliyevanın bu xoş günü, onun həm ad günündə, həm də ölkəmizin tarixində ilk dəfə olaraq bu bir möhtəşəm stand-up şousunda olmaqdan çox böyük qürur duyuram. Sözün əsl mənasını mükəmməl bir insan kimi tanımışam. Dilarə xanımla illərdir çalışıram çiyin-çiyinə və ondan nəinki sənət barəsində, hətta həyati məsələlər barəsində də çox şey öyrənmişik. Doğrudan da onun təmkini, onun səbri, onun təcrübəsi, onun professionallığı mənim üçün böyük bir dərsdir. Mənim üçün Dilarə xanım bir məktəbdir və mən ondan çox şey öyrənirəm, çox şey də öyrənəcəm. Biz Dilarə xanımın istedadına bələdik. Həqiqətən də Dilarə xanımı bütün Azərbaycan sevir və mən burada görürəm ki, çox izləyicilər var, yəni tamaşaya çox adamlar gəliblər. Dilarə xanımı hər kəs sevir, mən də bir sevən olaraq, təbii ki, bir çox yaxınıq, amma bir sevəni olaraq buradayam. Tamaşaçılarıma da ki, hər zaman Dilarə xanımın ətrafında olmağı arzu edirəm. Çünki bir sənətkarın ən böyük hədiyyəsi tamaşaçı və onu sevənlərin alqışıdır. Hər kəsin problemi bir fərqlidir. Deyir, hamı xoşbəxt olanda eyni cür olur, amma hərə bədbəxt olanda bir cür bədbəxt olur. Çünki hər kəsin bədbəxtliyinin öz hekayəsi vardır. Amma xoşbəxtlik yeganə bir hekayədir ki, orada hər şey okeydir və bir cürdür. Hər şey var və sən xoşbəxtsən. Və mən demək istəyirəm ki, insanları qayğılandıran, düşündürən, ən böyük problemlərinə belə azacıq da olsa onlara komediya tərəfindən baxıb, onlar biraz da olsa nəyisə unudub, orada azacıq da dodaqları qaça bilirsə, biz burada stand-up'ımda bütün mövzulara toxuna bildik. Demək olar ki, insan halının, insan həyatının bütün mövzularına, qadın-kişi münasibətinə toxunduq, varlı kasıb mövzusuna toxunduq, dolanışıq mövzusuna toxunduq, maaş söhbətinə toxunduq, nə bilim, oğul mu, qız mı, bütün cehizmi, adət, ənənə və hər kəs o mövzularda özünü tapa bilirdi və kimə hansısa, kiməsə baldız mövzusu toxundu, kiməsə qaynana mövzusu toxundu. Yəni fərqli mövzularda insanlar, bax orada içdən, ürəkdən gülən o qız ki var ha, zamanında bəlkə onun böyük dramını yaşayıb. Amma bugün onun yaşadığını azacıq da olsa satiranın dili ilə gülə bildirsə, bu artıq qazançdır. Maşallah dilim açılıb, danışıram pat-pat. İndi bax sizə desəm ki, oturduğunuz yerdə hamınızın kartına 50 min oturdu, elə sevinib gülərsiniz ki. Siz gəlin bir dənə yoxlayam. Bax, elə bil ki, oturmuşsunuz, xəbəriniz yoxdur, gözləmirsiniz. Birdən baxdınız ki, karta 50 min oturdu. Bir dənə sevinin görün. Güclü silahlı satira, cəmiyyətdəki eyibləri, münasibətlərdəki soyuqluğu yaradan səbəbləri dilə gətirib, bir növ güzgü rolunu oynayır. Ssenaristim Fariz Əliyevə təşəkkür edirəm ki, bilirsiniz ki, bir aktyor, bir stand-upçı kim olmasından fərqli olmayaraq ssenari yoxdursa, bizim elə bir ki, güllatmalıyıq, patronumuz yoxdur. Tamaşaçı o ürəkdən ki gülür, o ürəkdən ki alqışlayır və özün-özündə hiss eləyəndə ki, bunlar sənin yazılarındır. Bu, yəni, bunu ifadə eləmək mümkün deyil sözlərlə. Çox gözəl hisslərdir. Məsələn, gördünüz ki, zarafatı tam başa düşmədin, amma sən yenə gülmə. Qoy yanında oturan desin ki, bu boyda adam gülür. Yəni, problem məndədir. Mən nəsə düz başa düşməmişəm. Burada zarafatlar var, hansı ki, onlar Fariz Əliyev qələmindən çıxacaq. Fariz Əliyev də yumor sahəsində öz
senari müəllifi olduğu işlərdə öz ağırlığını qoyan bir insandır. İndi təsəvvür eləyin, Fariz Əliyev qələmi, Dilarə Əliyevanın stand-up danışığı, bu iki güc birləşib ortaya nə ağırlığında bir yumor çıxaracaqlar. Kızın atası maşın alverçisidir. O dili qılalar yoxdur mu başlayır? Motor bizdən, radyator sizdən. Tormoz bizdən, qaz sizdən. O bir qaz görür qızdır. Dilarə xanım hər sözə o qədər qayğı ilə, diqqətlə yanaşır ki, siz ssenarini əlinizə alsaz görərsiniz ki, orada bir hərif belə yiyilmədi. Necə? Üstünə gətirir, improvizələr də eləyir. Çünki çox hazır cavablılıq istedadı var. Amma hara gedirsə, yenə də dönüb ssenarinin həmin yerdən gedir. Çünki o qədər həssasdır sözə qarşı. Yəni sözdə mən bunu belə yox, biraz belə deyim, onsuz da gülməlidir, yox. O söz niyə yazılıb, hansı məqsədlə yazılıb, o sözlərin ardıcılığı niyə belədir, onu o qədər hiss eləyir ki, sözləri itirmir. Və Dilarə xanımın yaddaşı Azərbaycanda fenomenal belə bir yaddaş, yəni bilmirəm. Yəni biz tək bu konsertlə bağlı yoxdur, monoloqlar yazanda belə, televiziyada belə, yəni Dilarə xanımın yaddaşı əlalxüsus bir yaddaşı var. O hansı taktika ilə onu öyrənir, necə edir onu bilmirəm. Onun verişdə dediyi bütün o monoloqlar, uzun-uzadı monoloqların heç birini onun qulağına demirlər yəni. Hamısını əzbər deyir. Dostum Fariz Əliyev almışlar senaristimiz. Özünüzdə kim? Özünü tənqid başlıca xüsusiyyətidir onun. Hər çıxışından sonra daha yaxşı ola bilərdi düşüncəsi hakim kəsilir qəlbinə. Fikirləşirəm ki, bəlkə bunu biraz belə eləsəydim, bəlkə bu belə olsaydı. Əslində, yaradıcı insanı daim irəli aparan qüvvədir bu duyğu. Çıxışından razı qalmamaq, tələbkar olmaq, öz üzərində işləmək, yeniliklərə can atmaq və əsla dayanmamaq. Nə olur olsun, əsas tamaşaçının məmnunluğudur. Əgər tamaşaçı məmnundursa, nə xoş halıma. Bu bir ilk idi. Tamaşaçılar həmişə musiqinin konsertinə öyrəşiblər qulaq asmağa və gəldilər yalın, əl-yalın səhnə, heç bir köməkçi effekt yox, işıq yox, musiqi yox, gələn yox, gedən yox, osu yox, busu yox. Bir mən varam, bir də tamaşaçılar. Amma tamaşaçılar mənə əsl yol yoldaşlığı elədilər. Mənlə eyni trenə mindilər və axıra qədər getdilər. Məni orada heç tək buraxmadılar. Heç kəs yarı yolda, dayanacaqlarda düşmədi. Hara getdim, ardımca gəldi və axıra qədər dəstəklədi. Və ən böyük təşəkkür tamaşaçıya düşür. Heç bir vasitələrdən istifadə etmədən saat yarım tamaşaçıların hamısını gülüş vəziyyətində saxlamağı bacardı. Bir qurtum su içmədən, bir nəfəs almadan, hamısını bir nəfəsə. Dilarə xanımı öpürəm, bağrıma basıram. Mən ona həmişə üzü gülən qadın deyirəm. Üzü həmişə gülsün. Çünki həqiqətən də hər zaman Dilarə xanım bizim simamızda gülüş əks etdiribdir. Dilarə xanımın növbəti konsertini gözləyənlərə də xəbərimiz var. Növbəti gülüş hədəfimiz bir 30 ildən sonra süni intellektlə bizim münasibətlərimizin, televiziyamızın, futbolumuzun, kinomuzun necə olduğunu göstərmək ola bilər. Yeni mövsümə yepyeni ssenariylə, yepyeni materialla daha böyük salonlarda inşallah növbəti Dilarə xanımın stand-up konsertini görəsiniz. Tamaşaçılar bir yana, mən özüm bu konsertdən, insanların gülüşlərindən, onların mənə göndərdiyi müsbət, gözəl enerjidən o qədər bəhrələndim ki, mən onlara və sizə təşəkkürümü bildirirəm. Arzu edirəm ki, həmişə onların üzü gülsün, sevincdən gülsün. Əsəbdən heç vaxt üzünüz gülməsin. O əsəbdən olur, o deyir, əsəbimdən gülürəm, vallah. Belə, o gülüşü heç biriniz arzu etmirəm. Arzu edirəm, yalnız xoşbəxtlik, sevinç və təbəssümdən üzünüz gülsün. Bu çox yaxşı hissdir. Həm ömrünüz uzanacaq, həm canınız sağlam olacaq, həm üzünüz gec qırışacaq. Ömür uzadır sağlam gülüş. Adamın üzünün rəngi ruhu açılır. Həyatının tempi dəyişir. Şair nahaq deməyib ki, yazıq o şəxsə ki, qara qabaqdır. Nə qədər yaraşır insana gülmək. Hər zaman üzünüz gülsün. Əgər bu məndən asılsa, mən əlimdən gələni eləməyə hazıram. Mən çox istəyirəm ki, bütün insanların üzü gülsün. Razıyam. Gülüş həmişə xoşbəxtlik deyil. Bəzən gülüş kədəri gizlətmək üçündür. Amma arzu edirəm
ki, heç nəyi gizlətməyəsiniz. Hər zaman ürəkdən üzünüz gülsün.